Hoş gördük. Çoxdan da çıxmırdım. Çıxım biraz gəzim. Həm də gedim bir çörək alım. Yuxarı qalxmaq istəyirəm tərəfə. Gəncə prospektinə. Biraz uzun olsun məsafə deyə gedim oraya qayıdıb gələrəm. Baxım hardan geçsəm yaxşıdır. Buralardan dönək. Biraz əl gəzdirmişəm velosipeddə, bəzi şeylərini düzəltmişəm. Ziluşkanı dəyişmişəm. İndi podyuma çıxacam, orada yoxlayacam. Podyumda özünü yaxşı aparsa heç qalacaq üstündə. Görsəm yenə çətindir. O birisi velosipedəki ilə dəyişəcəm. Orada biraz aşağı sürətlərdə güc lazım, onda orada daha çoxdur. Və sezona çox gec başlamışam. Havalar imkan verir ki, yağış. Buralarda da yağış yağıbsa hər yan yollar bəzi yerdə palçıqlar var. Quruyub qalıb. Proqnoza baxmışdım, ki külək olmayacaqdı bugün. Yaxşı hava kimi göstərirdi, mən də çıxdım. Amma baxıram külək var. Buralar tutmur, amma o tərəfdə açıqlıqdır. Külək çoxdur bugün. Külək olanda, bəlkə olanda adam yıxır. Üzünə vuranda pis olur. Böyürdən vuranda sürmək yaxşı olmur. Ondan başqa da kameraya küləyin səsi düşəndə də yaxşı olmur. Avtobusa bax, yolun tam ortasından gedir. Başı qarışıb telefona 100%, sürmür də. Dolu bataryadan çıxmışam. Kameranın qoşuna qədər 3 km sürmüşəm. Haradasa pedallamasan 20-25 kilometrə bəs edir. O da buralarda problemdir, buralarda polunu bəs edir, amma şəhərə getməyə mənə çatdırmır. Biraz əynin də nəzikdir. Adam tərləyir, külək də bir yandan pis edir.
Batarya da mənə üçün 20-25 kilometr deyirəm, bəs edir. Çəkisi yüngül olan uşaq üçün daha çox gedər. Ondan başqa sürəcəyin yerə baxır da. Məsələn, mənim sürdüyüm yerlərin çoxsu podyomdur. Düz yerdə sürsən daha çox gedər. Təkərin havasını biraz yaxşı eləsən, nahamar yerdə sürməyəcəksən. Asfalta sürərsən, təkəri çox eləmək olar. Havasını çox edirsən, rahat sürmək olur. Çox gedər onda. Buraları geniş bilirəm, buradan gəldim amma buradan qalxacam yuxarı. Bu arayla gedim. Külək də az tutar burada məni yəqin. Əsas da təhlükəsizdir də. İki velosipeddən birini satmaq istəyirəm. Ya o birisini, ya da bunu. Satmaq fikrim olmasaydı, bunu yığardım ona. Mənə elə gəlir ki, bu daha çox cəlb edicidir. Zavoddur da, hər şey zavoddur. Qorxuram apararlar. Amma deyim ki, bu velosiped obrisindən çox rahatdır. Yəni ki, bunun amortisatörləri var, dal-qabaq. Ona görə bu çox rahatdır. Burada yol yaman gündədir. Su basıb qabağa. Su hər yanı basmışdı. Burada prosta qurumuyor. Təkərdə yaxşı doldurmamışam, hiss olunur səsindən. Çıxıb buraya gedəcəm. Mərkəzdə yenə heç olmasa velosipedçiləri çox görürlər deyə orada biraz azdan çoxdan nəzərə alırlar. Yəni sürücülərin diqqətindədir. Mərkəzdən aralandıqca hər cəhətdən, hər sahədə qaydaları pozurlar sürücülər. Ona görə risk eləmirəm burada yolunu getməyə. İmkan olduqca buraxmam.
burada podyumda, amma buranın podyumunu o qədər hiss eləmir. Gedir. Əsas podyum qabaqdadır. Orada özüm də kömək eləməliyəm, oje tərləyəcəm. Məsafə az olsaydı piyada gedərdim tərləməmək üçün. Amma məsafə xeyli var. Buradan başlayır. 15 kilometre düştü. Kömək eləmək lazımdır. Bayaqdan bilsəydim ki, mərkəzi yola çıxacam, elə sürərdim bayaqdan mərkəzi yolla. Görək gedəcəkmi? Gedir. Değil. Gedir, amma çox gedə bilmərəm də beləncə də. Mən hər halda bunun izolojikasını dəyişməliyəm, yoxlamaq üçün sonrası. Yoruldum. Bir balaca yeri piyada gitmək istəyirəm. Bura çox dardı. Risk eləmək istəmirəm. Həm də maşınların böyrünü yox, oradan tam sağlam gedəcəm. Mən çatana kimi yəqin svetofor da açılar. Buradan gitmek istəyirəm. Kislarol 28 yığıb podyum görəndə biraz canı çıxır, yenə düşdü 15'e kömək. Bütün elektrovelosipedlər belədir. Podyum görəndə çox onu həssasdır, silir o saat. O saat canı çıxır. Motoru güclü olan, bataryası həcmi çox olan, söz yox ki, biraz rahat gedir. Amma o da çox bahadır, çox bahadır. O da ona dəyməzdir o qədər də pul vermək. Hava küləkli deyə qoymur tərləməyə. Rahat gedirəm.
Çox sərt podyumlar olmasa pedalla kömək eləmək böyük problem deyil. Rahat gedirəm. Biraz cavan adama vapşı vezisinə də olmaz. Çox rahat, əladır. Podyumu dəf elədik. Rahat gedirik indi gözəlliyi ilə. Saxlayanda kontrolera baxaram, görün nə qədər qızıb. Kontrolera çıxartmışam bayrağı. Küləyə qarşı gedirəm. Keçin, keçin. En iki avtobus budur bak. Üstüme geldi. Külək arkadan vursa çok rahat olur. Avtobus yine sağdan kesmək istəyirəm, ama adamlar qoy düşsünlər. İstər-istəməz külək mane olur. Şuraya alın qaydım. Qapını bağla, zəhmət olmasa. En çox qorxduğum şeylərdən biri qapıdır. Külək arxadan vursa təsəvvür, qapını bir an içində açacaq. Heç nə o, nə sən sübut eləməzsən ki, yayınasan. Yaxınsansa vurub atacaq yolun içine. Bir tane seyir şereften verirsiniz. Vereyim. Ha. Vereyim. Zəhmət olmasa 12 dənə salafana qoyun da belə maşınsızdan.
Gedib yoluna başından qayıdaram. Avtobus, avtobus. Şuraya arkadan biraz şöyle necə eləyir, ləzzət eləyir. Yəni normal bagaj alsam polnu bazarlıq eləmək olar. İndi elə təkcə çörəklə kifayətlənirəm. Çörək almaq üçün qəşəng vasitədir. Maşın xodlamaq lazım deyil, avtobusa minmək lazım deyil. Həm də bol kislorod qəbul edirsən. Maksimal sürət çıxacağım. Burada biraz da yol yenə də yuxarıdır. 30 verir də, yaxşıdır da. Mənim çəkimi üzü bir dənə dancı olsa üç yuxarı olmanı 32 kilometr, 33, 34. Yəqin ki, burası aşağıda mən tam tuta bilmirəm. 35 gedir də rahat.